Tamam. Mən ümumiyyətlə öz tələbələrimlə də, şirkətə gələn tələbələrlə də danışanda onlara həmişə deyirəm, yəni onlara çalışıram ki, bacardığım qədər, gördüyüm qədərinə məsləhətlər verim və eyni zamanda düşünürəm ki, bu hər bir, yəni az yaşından tutmuş yuxarı yaşa qədər bir yaşlar olur ki, insanların özlərinin, valideynlərinin sözlərindən çox onlara müəllimlərinin sözləri, müəllimlərin göstərdiyi yol daha belə wow gəlir, daha belə faydalı gəlir. Əsl həqiqət olaraq, əsl doğru olaraq onu görürlər. Bu yerdə yaxşı müəllim olmaq və yaxşı yol göstərmək hər zaman önəmlidir və məncə bu biraz da vicdan haqqıdır. Yəni biraz da vicdan yüküdür ki, düzgün olanı, özünə faydalı olanı deyil, ona faydalı olanı düşünməlisən. Düzdür və ya özünə istəmədiyin başqa birisini istəməyirsən. Bəli, bəli. Keçən dəfə sizinlə söhbətimizdə olduğu kimi də, yəni bir növ müəllim görməlidir. Necə ki, həkim görməlidir. Eyni ilə də müəllim görməlidir ki, qarşındakının bacarıqları nədir və harda bacarar, harda bacarmaz. Və valideynlər də məncə övladlarından tələb eləyərkən düşünməlidirlər ki, onların övladları harda bacarar, harda bacarmaz. Və yaxud da ki, mənim övladımın bacarığı və ya nəyi edə bilər, nəyi edə bilər. Bəzən mən zarafat qarışıq deyirəm ki, mənim ticarət eləməyim lazım idi. Bu zəkanı və bu ticari olaraq düşünməni orada eləsəydim, indi bəlkə daha çox qazanardım. Zarafat qarışıq. Yəni demək istədim, amma məsələn mənlə bəzi sahələr var ki, bunlar olmazdı. Olmaz. Elə tibbin içərisində də bəzən deyirdilər, yaxşı səndən klinisist olar, amma bir nöqtədə baxıram ki, yox, mənə yaxşı klinisist olmazdı. Çünki mənim bunu yeməyi bişirəndə və yaxud da ki, pianino çalanda daha yaxşı anlaya bilirəm. Əl hərəkətlərimlə, beyin hərəkətlərim çalışanda, yəni bir koordinə şəkildə çalışanda baxıram ki, bu məni daha çox necə deyək, mutlu edirtiklərdirmiş və daha satisfied hiss edirəm. Bu çox daha məmnun. Daha məmnun hiss edirəm və bu da demək olur ki, doğrudan da mən burada özümü tapmışam. Yəni o belə oldu, qonşu belə oldu, o birinin uşağı belə idi, nə bilim böyük uşağım burada oxudu, kiçiyi belə getdi. Məncə bunlar çox zaman itkisidir və eyni zamanda uşağı da yanlış yönləndirir. Uşağı da və mən bilmirəm indi bu təhsil sistemində var ya yoxdur, amma mən düşünürəm ki, bu universitet hazırlığı öncəsi periodda da, deyək ki, 7-ci, 8-ci siniflərdə